Salam uşaqlar. Bu 2021-ci ildə qəbul imtahanına düşən 4-cü qrupun qrup suallarıdır. 4-cü qrupda 40-cı sual, məsələn, orada yazılıb nədir? Nə variantıdır bu? D variantında 40-cı sualdır. Alkan molekulunda, alkan necə yazır o? CN H2+ 2. Alkan molekulunda olan karbon atomunun sayı, baxın, N-dir. Qoşulmuş, yəni konigə. Qoşulmuş sözünün mənası qoşulmuş deyəndə uşaqlar nəyi nəzərdə tutulur? Konigə sözü nəzərdə tutulur. Konigə. Konigə olunmuş alkadenlərin ikinci nümayəndəsi. Konigə olunmuş alkadenlər divinildən başlayır. Vinil, başında da bir də vinil. Nə oldu bu? CH2, 1, 2, 3, H, vinil. Bir də burada baş-başa birləşdirəndə vinil olur divinil. Divinil konigə olmuş alkadenlərin nə idi bu? İlk nümayəndəsidir, birincisidir. Bəs ikinci nümayəndəsində konigə olmuş alkadenlərdə karbon neçədən olacaq? 5 dənə. Əgər birinci nümayəndəsində, yəni qoşulmuş alkadenlərin birinci nümayəndəsi divinil və ya butaden 1,3-dir, ikinci nümayəndəsində karbon 5-dir, hidrogen alkaden deyiriksə CnH2-2-dir, hidrogen ondan 2 çıxanda 8-dir. Deməli, konigə olunmuş alkadenlərin ilk nümayəndəsi, alkadenlərin düsturu belədir uşaqlar. Konigə qoşulmuşdur. Qoşulmuşlar n böyük bərabərdir 4-dən başlayır. 4 onların birinci nümayəndəsidir. Karbonu 5-də olan neçənci nümayəndədir? İkinci. İndi bizə sual verir. Alkan molekulunda olan karbonun sayı, yazdım karbonun sayı n-dir. Konigə olunmuş alkadenlərin ikinci nümayəndəsindəki karbon atomlarının sayından 2 dəfə çoxdur. Buradakı karbonun sayı 5-dür. İkinci nümayəndəsində karbonun sayı 5-dir, 2 dəfə çoxdur. Onda alkanda karbon neçədədir? 10 dənə. Deyir, alkan molekulunda hidrogen atomunun sayını tap. Dekandan söhbət gedir onda. Nədən söhbət gedir? Dekandan. Karbonun sayı 10 dədirsə, hidrogen 22-də hidrogen olmalıdır. Bu, dekanda alkanların homoloji sırasının 10-cu nümayəndəsidir. Bizə deyir ki, neçədə hidrogen var? 22 dənə hidrogen atomu var. Buradan nə öyrəndiniz? Deməli, konigə olunmuşlar, konigə sözünün mənası qoşulmuş deməkdir. Qoşulmuş alkadenlər, konigə olunmuş, yəni qoşulmuş alkaden. DN deyəndə neçədə 2 qat rabitə var? 2 dənə. Alkadenlərin ümumi formulu CnH2-2-dir. Konigə olunmuşlar n böyük bərabər neçədən başlayır? 4-dən. Karbonu 4 olan onların ilk nümayəndəsidir, birinci. Bəs karbonu 5 olan neçəncidir? İkinci. Və ikinci nümayəndəsində karbon 5-dir. Alkanlardakı karbon isə onun ikinci nümayəndəsinin karbonun sayının neçə misli qədərdir? 2 dəfə çoxdur. 5-i də 2-yə vuranda 10 oldu, hidrogen oldu 22-də. Alkanların ümumi formulu isə necə idi? CnH2+2. Doymuş karbohidrogenlər. 22A bəndi. Sonra 41-ci sualı yazıram burada uşaqlar. Burada belə bir cədvəl verilib. Cədvəldə nə yazılıb? Başlanğıc məhlulun qatılığı. Yəni birinci məhlulun faiz ilə qatılığı. Omega 1 yazaq. Faiz ilə qatılığı neçə faizdir? 25 faizdir. Sonra həll olmuş maddənin başlanğıc məhlulda, baxın, ilkin məhlulda. Başlanğıc məhlul hansı məhlul deməkdir? İlkin məhlulda həll olmuş maddənin başlanğıc məhlulda kütləsi, həll olan maddənin kütləsi 40 qramdır. Məhlulun yox ha, uşaqlar, bu nəyin kütləsidir? Həll olan maddənin kütləsi. Başlanğıc məhlula əlavə olunan maddənin kütləsi, yəni birinci məhlula əlavə edilən maddənin kütləsi, əlavə edilən maddə. Əlavə edilən maddə deyəndə, əlavə edilən maddənin kütləsi isə 40 qramdır. Yəni, bura məhlul əlavə olunmur. Nə əlavə olunub? Həll olan, həmin maddədən əlavə olunub. Başlanğıc məhlula əlavə edilmiş maddə bu məhlulda tam həll olarsa, alınan məhlulun faizlə qatılığı müəyyən edin. Yəni, omega 2 bərabərdir nə işarəsi? Sual işarəsi. Deməli, məhlulun üzərinə həll olan əlavə ediblər. Baxın, biz sizə belə bir düstur öyrətmişdik ki, məhlulun üzərinə həll olan əlavə etdikdə hansı düsturdan istifadə olunur? Buraya yazıram. M1, omega 1 plus M2 vurmaq 100. Niyə görə 100? Yəni, həll olan əlavə edirik, məhlul yox. O da bərabərdir M son, omega son. Niyə görə burada M2-ni 100-ə vurur?
Saf maddə əlavə edirik, həll olan əlavə edirik. Həll edici yox, nə əlavə edirik? Həll olan. Həll olanın yanında su olmadığına görə təmiz maddə 100%-dir. Deməli, birinci biz məhlulu tapmalıyıq. Birinci M1-i tapmalıyıq. Birinci məhlulun nəyini tapmalıyıq? Kütləsini. Birinci məhlulun kütləsini bilmirik. Birinci məhlulun kütləsini tapmalıyıq. Məhlulun kütləsi necə tapırıq? Deməli, omega 1 bərabərdir M maddə, məhlulda həll olan maddə bölünsün M məhlul, birinci məhlulun kütləsinə ilkinə, o da vurulsun neçə faizə? 100%. Omega nə payıdır? Kütlə payı. Məhlulda həll olan maddənin kütləsi məhlulun kütləsinə olan nisbəti vurulsun 100%. Omegası 25%-dir, faizlə qatılıq. Bərabərdir, orada birinci məhlulda həll olan nə qədərdir? 40 qram. Və məhlulun ümumi kütləsini bilmirik nə qədərdir? Birinci, ilkin məhlulun kütləsi x yazmışam. O da vurmaq neçə faizə? 100%. 100 ilə 25 gedir burada 4. X məhlul, ilkin məhlulun kütləsi 160 qram oldu. Yəni birinci məhlulun kütləsi 160 qramdır. İndi düsturdan istifadə edirik. Birinci məhlulun kütləsi nə qədər oldu? M1 vurmaq omega 1, yəni birinci məhlulun ümumi kütləsi 160 qram məhluldur. Omegası neçə faizdir? 25%. Üzərinə həll olan əlavə ediblər. M2 vurmaq 100%. 100% ona görə yazırıq ki, yalnız nə olan əlavə ediblər? Həll olan. Həll olan maddə yenidən üzərinə 40 qramda həll olan əlavə ediblər. Həll olan əlavə ediblər. 40 vurmaq neçə oldu burada? 100 bərabərdir. Yekun məhlul 160-ın üzərinə 40 qram həll elədilər. Birinci məhlulda, yəni ilkin məhlulda 40 qram maddə tam həll olandan sonra M son, yəni burada bərabərdir M sonuncu məhlul vurmaq omega son axtarılır. Omega son yəni omega 2 deməkdir. İndi 160-ı vurduq neçəyə? 20-yə. Üzərinə 40 vurmaq 100. Yəni bu nə olandı? Həll olan maddə. 160 qram məhlulda 40 qram maddə həll olanda əmələ gələn məhlul, yekun məhlul 200 qram vurmaq omega sonu axtarılır. Buradan nəyi çıxardaq? 200-ü sıfırlara aparaq uşaqlar. Sıfırlar getdi buradan. Sıfırlar gedəndən sonra 16 deməli vurmaq 25, o da üzərinə 40 vurmaq 10 bərabərdir 20 vurmaq omega nə oldu burada? Son. İndi burada nəyinə ixtisar aparmaq olar? Yenə də bunlar ixtisar aparmaq olar. 4-ə gedəndə burada 4 vurmaq 25. 4-ə gedəndə 100 qaldı burada. Və burada da 4-ə gedəndə 5 qaldı. İndi 4-ü 25-ə vuranda 100 elədi. 100-ün üstü 100 gələndə 200. Omega son niyə bərabərdir? Omega son bərabərdir 200 bölmək 5. O da bərabərdir. 200-ü 5-ə böləndə 40 faizli məhlul. Neçə faizli məhlul oldu? 40 faizli məhlul. Deməli, birinci məhlulun qatılığı neçə faiz idi? 25%. Və üzərinə həll olan əlavə eləyəndə ilkin məhlul qatılığı, faiz ilə qatılığı 25% idi. Bir də təkrar deyirəm. Və ilkin məhlulda həll olan maddə 40 qram idi. Və biz ilkin məhlulun həll olanı var idi. Məhlulun kütləsini tapdıq. Məhlulun kütləsini də müəyyən elədik, tapdıq 160 qram idi. Neçə qram tapdıq biz? 160 qram düsturdan tapdıq. Hansı düsturdan? Omega bərabərdir M maddə bölünsün M nəyə? Məhlul. O da vurulsun neçə faizə? 100%. Bu düsturla müəyyən elədik. Məhlulun kütləsi burada bilmirik. Həll olan maddə 40 yazdıq bura. Omega neçə faiz idi? 25. O da 100. Məhlulun ümumi kütləsinin bu düstura əsasən məhlulun ümumi kütləsinin 160 tapdıq. Və həmin məhlulda yenidən, baxın, birinci ilkin məhlulda yenidən maddə həll elədik. Nə qədər maddə həll elədik? 40 qram. Ona görə 100-ə vurur ki, orada yalnız nə olandı? Həll olan. Və ilkin məhlulda 40 qram tam həll olandan sonra M son, omega nə oldu burada? Son. Deməli, birinci məhlul nə qədər oldu? Birinci məhlul omega 1 vurma. Bəli, 160-ı vurduq neçəyə? 25%. Üzərinə gəldi 40 vurmaq 100. 160 qramda 40 qram həll eləyəndə o da bərabərdir. 200 qram yekun məhlul oldu. Vurmaq omega son. Sözsüz ki, məhlulun üzərinə həll olan əlavə eləyəndə qatılıq 25-dən çox olacaq. Və burada omega sonu hesablayıb tapanda neçə faiz qaldı?
omega son da bərabərdir 40% oldu. Neçə faiz oldu uşaqlar? 40%. Əvvəlki məhlul nə qədər idi qatılığı? İlkinin 25-dən 40-a qalxdı. Niyə? Çünki üzərinə biz həll olan əlavə elədik. Həll edici yox. Su əlavə eləsəydi durulaşardı. Məhlulun üzərinə həll olan əlavə etdikdə faiz ilə qatılıq neyinir? Artır. Həll olan əlavə etdikdə. Növbəti sual. 43 belədir uşaqlar. 43-cü sual orada, həmin o testdə 43-cü sual. Propanol 2 verib. Propanol 2 bir atomlu ikili spirtdir. Bu ikili spirtlərin neçənci nümayəndəsidir? İlk nümayəndəsidir. OH bir dənədir, bir atomludur. OH-ın birləşdiyi karbon 2-də karbonla əlaqəsi var. Mis 2 oksid ilə oksidləşdikdə olsa nəyə çevriləcək? Ala. Bu propan ol neçədir bu? Ol 2-dir. Propanol 2-dir. Mis 2 oksidlə reaksiyası oksidləşmə reduksiya reaksiyasına aiddir. Onlar ona çevriləcək. Ala yox, daha doğrusu nəyə çevriləcək? Ona keton əmələ gələcək. Bir atomlu birli spirt olsaydı, ol ala çevrilərdi. Yəni aldehiddə. İndi ol isə ona çevriləcək. On nədir? Sonu onunla qutaranlar ketondur. CH3 ortadakı bu vara uşaqlar ikili tərəf ketona çevriləcək. Karbon ilə əmələ gəlir. Dimetil keton. Baxın. Bu OH-ın birləşdiyi karbon karbonil qrupuna çevrilir. Nə qrupuna çevrilir? Karbonilə. Əmələ gələn maddənin tarixi adı nə oldu? Aseton və ya səmərəli adı nə deyirlər ona? Dimetil keton. Keton və bir də adı var propanon. Beynəlxalq adı nə oldu? Propan 10. Ketonların sonu nə şəkilçinə qutarır? 10 şəkilçinə. Sərbəst mis metalı və bir də su molekulu əmələ gəlir. Deməli, bir atomlu ikili spirt oksidləşdikdə keton əmələ gəlirmiz. Bu üzvü maddənin molekulunda reaksiyadan alınan üzvü maddə molekulunda azalan nədir? Sigma rabitənin sayı. Baxın, spirti bir atomlu ikili spirtdir. Sigma rabitənin sayını necə tapırıq azalması? Əvvəla bu ikili spirt karbonu neçədədir? 3 dənə. C3, H7, OH-dır. Yəni yığanda bu spirti bilirsiniz ki, bir atomlu, buradan hidrogenin biri çıxıb OH birləşib, ikili spirtdir. Bu nömrələyəndə 1, 2, 3. Maddənin beynəlxalq adı nədir? Propan ol neçədədir? 2. Bir atomlu ikili spirtlərin neçənci nümayəndəsidir? İlkidir. OH bir dənədir, bir atomlu ikili spirt. Bir atomlu spirtlərin ümumi formulu necə idi? Sen H2n plus 1 OH idi. Karbon 3, hidrogen 6-ın üstü 1 gələndə 7 OH. İndi sigma rabitə atomların sayından bir vahid az olmalıdır. Alfatik olduğuna görə açıq zəncirli 3, 7. Burada da bir də atom, burada bir də burada 2 dənə. O da eləcək 12 də atom var burada. Sayından bir vahid az. 11 dənə sigma rabitə var. İndi ketonlar hansı düsturuna yığılır? Ketonlar da CnH2n O düsturuna uyğun gəlir. Ketonlar və ketonların ilk nümayəndəsi elə n böyük bərabərdir 3-dən başlayır. Asetondur. Asetonda az əvvəl yazdığımız kimi karbon neçədədir? 3 dənə. Baxın, bundan ketona çevrilir. Bu karbon ilə. Karbon 3-dür, hidrogen 6-da, oksigen də 1 dənə. Bunlar da açıq zəncirlidir. Sigma rabitənin sayı atomların sayına bir vahid az. 3 üstə gəlmə 6, 9, 9-un üstə 1 gələndə 10. 10 da atom var, amma sigma rabitə 9-da. İndi baxın, sigma 11-dən 9-a gəldi. Sigma rabitə azaldı. 1 doğrudur. Karbon atomunun sayı dəyişmədi. 3D karbondan yenə 3D karbona gəldi. Karbonun sayı neyini dəyişmir. İkinci karbon atomunun oksidləşmə dərəcəsi. Baxın, ikinci karbon atomunun oksidləşmə dərəcəsi necə yazırıq? İkinci karbon atomunun oksidləşmə dərəcəsi necə idi? Spirtlərdə bu hidrogenin biri qopub, CH3 deyildi. Biri qopub, nə var burada? OH, bu da CH3. Birinci karbonun dərəcəsi -3-dür. Hidrogen 3-də elektron verib, bu 3-də alıb. İkincinin dərəcəsində hidrogendən bir də alıb, bir də oksigenə verib. Baxın, bir dənə alıb, -1, bir dənə verib, müsbət 1, o da oldu 0. İkinci karbonun dərəcəsi 0. Niyə 0-dır? Hidrogendən 1 elektron alıb, bir də oksigenə verib, 0. Bu neçə 3 oldu? Ona görə ki, bu 3 dənə hidrogendən elektron alıb. Birinci karbonun dərəcəsi -3, ikinci karbonun dərəcəsi 0 və üçüncü karbonun dərəcəsi -3 və onun mis-2 oksidinə oksidləşəndə ikili spirt bu ketona çevriləcək. Ketona çevriləndə olur CH3, bu olur CO karbonil qrupu, bu da olur CH3.
Yenə də bu -3-dür hidrogenin. Bu da yenə -3-dür. Amma burada 2 dənə elektron verib oksigenə. Baxın, oksigen -2-dirsə, bu neçə 2-dir? Müsbət 2. Karbon sıfırdan neçə 2-yə gedib? Müsbət 2-yə. Oksidləşmə dərəcəsi azalıb yoxsa artıb? Artıb. Baxın, sıfırdan müsbət 2-yə gedibsə, ikinci karbonun oksidləşmə dərəcəsi artıb. Bizə lazımdır ki, azalsın. Azalan nə oldu? 1. Nə rabitəsinin sayı azaldı? Sigma rabitənin nəyə azaldı? Sayı 2. Karbon atomunun sayı dəyişmədi, azalmadı. 3. Karbonun oksidləşmə dərəcəsi artdı. Özə neçənci karbonun? İkinci. İkinci karbon. Bu da götürmürük, biz azalanı axtarırıq. Dördüncü baxırıq. Karbon atomu sp3 hibrid orbitallarının sayı azalacaq. Bəli, bu karbon pi yoxdur, nə hibrid vəziyyətindədir? Burada da pi rabitəsi olmadığına görə sp3-dür. Burada sp3-dür uşaqlar. Pi yoxdursa karbonun 3-ü də nə hibrid vəziyyətindədir? sp3. Amma burada bir dənə pi var. Pini yaradan p elektronları olduğuna görə bu nə hibrid vəziyyətinə gəldi? sp2. Baxın, ikinci karbon burada sp3-dən sp2 hibrid vəziyyətinə gəldi. sp3 hibrid orbitallarının sayı azaldı, azalmadı? Azaldı. Ona görə ki, birinci karbon atomunda, bir də diqqətlə baxın, spirtlərdə burada birinci karbon atomu, bu ikincidən hidrogenin biri çıxıb, OH qrupu var, bu da üçüncü. Bu spirtdir, bir atomlu ikili spirt. Burada pi yoxdur, bu karbon sp3 hibrid vəziyyətindədir. Pi yoxdur, bu karbon sp3-dür, bu da sp3-dür. Hibrid orbitalı 4, s-də bir də p-də 3-də. Neçədə hibrid orbitalı var? 4 dənə. Bu karbon s-də bir də p-də 3-də, 4-də hibrid orbitalı. S-də bir dənə, p-də 3-də, 4-də hibrid orbitalı var. 4, 4, 4, 4, 4, bu da 4. İzahlı şəkildə yazanda neçədə hibrid orbitalı oldu? 12 dənə nə orbitalı var? Hibrid orbitalı. İndi gəldik ortadakı ketona gəldik. Ketonların ilk nümayəndəsi asetondur. Asetonda isə bu nə hibrid vəziyyətindədir? sp3, bu da sp3. Amma burada bir dənə pi olduğuna görə pi-ni yaradan hansı elektronlardır? p. Hibridləşmədə p-nin biri iştirak eləmədiyinə sp2 olacaq. Baxın, buradakı karbon sp3 idi. Bu nə olacaq bə? sp2. sp3-lərin sayı azaldı, azalmadı. İndi sp3 neçədə qaldı? Baxın, 4-də burada sp3, 4-də də burada. 8 dənə sp3 hibrid orbitalı qaldı. Amma əvvəl neçədə idi? 12 dənə. sp3 hibrid orbitallarının sayı azaldı. Bu 4-cü doğrudur. Sonra 5-ci, birinci karbon atomunun oksidləşmə dərəcəsi. Az əvvəl dedim, birinci karbonun dərəcəsi neçə 3 idi? -3 idi. Yox, dərəcəsi deyil. -3-dən elə neçə 3-ə gəlir? -3-ə. Axı, mən dərəcələri göstərdim. Niyə görə -3 idi uşaqlar? 3 dənə karbon yazdıq və burada bir dənə OH qrupu yazdıq. Spirtdir də bu. Karbonun valenti 4 olmaq üçün bura bir 3 yazdıq. 1, 2, 3. Bura bir hidrogen, bura bir 3. Müsbət 1, -3. Bir dənə alıb, bir də verib 0. Bu da neçə 3 oldu? -3. Deməli, birinci karbon -3 idi. Bu spirtdir. Propanol neçə oldu bu? Propanol 2. Bəs keton necə yazırıq? CH3. Bu ortadakı var ha uşaqlar. Karbon ilə çevirəndə necə yazırıq? CO, bu da CH3. Birinci karbonun dərəcəsi yenə -3-dür, hidrogendən 3 alıb. Amma burada karbonun dərəcəsi ikincidə 2 də verdiyinə görə müsbət 2, bu da neçə 3 oldu? Yəni birinci karbonun dərəcəsi dəyişmir. Sonra axırıncı hidrogen atomunun sayı. Burada spirtdə hidrogen atomu C3H7 OH-dır. 7 də burada, bir də burada. 8 hidrogen var. Ketonlar hansı düsturuna yığılır? Sen, H2NO. Karbon 1, 2, 3 dənədir. Hidrogen 6 da, oksigen də bir dənə. 8 hidrogenden 6 da hidrogenə gəlib. Hidrogen azaldı. Deməli, hansı doğru oldu? Sigma rabitə azaldı. 11-dən neçəyə gəldi sigma rabitə uşaqlar? 11-dən 9-a gəldi. Birinci doğrudur. 11 də sigmadan gəldi 9 də sigma. Sigma azaldı. İkinci. Karbon atomunun sayı 3 dənədən elə neçədən nəyə getdi? 3 dənədə dəyişmədi. Bu götürə bilməliyik. Üçüncü nə baş verdi orada? Üçüncüdə ikinci karbonun dərəcəsi. İkinci karbonun dərəcəsi, nömrəsi 2 olan karbonun dərəcəsi neçə idi orada? 0-dan neçə 2-yə getdi uşaqlar? Müsbət 2-yə. Dərəcə artıb. Neyini burada? Artıb. Bizə lazımdır azalsın. Azalan budur uşaqlar. Bunu da götürmürük.
Sonra karbonun sp3 hibrit orbitalının sayı Azalır. birinci maddədə neçədə 12'de. sp3? 12-də sp3 hibrit orbital vardı. 8'de. İkincidə 8 dənə sp3-ə gəldi. Hibrit orbitalların sayı neyini? Azalır. Azalıb. Ya da az yazır o da azalıb. Bu da düzdür. Bir də düzdür və nəhayət dördüncü, beşinci yazır o. Beşincidə ikinci karbonun birinci karbonun oksidləşmə dərəcəsi. Birinci karbonun oksidləşmə -3-dən elə neçə 3-ə gəldi? -3-ə. Yəni karbonun dərəcəsi dəyişmir, bu da götürmürük. Və bir də altıncıda nə idi? Altıncıda hidrogen atomunun sayı 8 də hidrogen idi. Digərində 6 da hidrogen, hidrogen sayı azalır. Cavab oldu 1, sonra 4, 6. Y bəndi. Başladı. 44-cü sualda belə bir şey var. Fosfor nitratın durusudur bu uşaqlar. Duru nitrat olduğuna görə üzərinə su əlavə ediblər. Əgər burada su olmasaydı qatı nitrat olardı və bu X maddəsi nə olacaq burada? H3 nə olacaq? PO4. Baxın H3 PO4 X maddəsi və NO əmələ gəlir. Çünki durudur. İndi X maddəsi oldu H3 PO4. 4 mol ortofosfat, baxın bunun qarşısında bura bir 4 yazsam, digər reaksiyada bu xətti biraz nazikləşdirmək lazım. Deməli buradan alınan X maddəsi burada oldu, H3 nə oldu? PO4. Bu bizim nə maddəmizdir? X maddəmiz. Bu X maddəsi oldu. X maddəsi oldu bizdə H3 PO4 ortofosfat turşusu. Həmin o X maddəsinin qarşısına 4 yazıb bura baxın, 4 mol. X maddəsi H3PO4 3 əsaslı turşunun necə duzudur? 3 əsaslı turşu 4 molu plus kalsium ortofosfatla reaksiyası bu gübrə istehsalıdır. Kalsium ortofosfat, fosforit və apatilərin əsas tərkib hissəsi. Baxın uşaqlar 1 mola 4 mol reaksiya girəcək. 1 mola 4 mol maksimumdur bu. Yəni bundan oynası yoxdur. Maksimum reaksiya girəndə bir dənə maddə kalsium dihidro ortofosfat çıxır. Bu 2 qat superfosfatın sənayedə alınmasıdır. 2 qat superfosfat. Kalsium dihidro nə çıxır burada? Ortofosfat 1 mola 4 mol reaksiya girir. Yəni bu reaksiyanı əzbərləmək lazımdır. Bu 2 qat superfosfatın alınmasıdır. Özü hansı gübrələrə aiddir? Fosforlu gübrə. Texniki adı nə oldu? Fosforlu gübrədir və texniki adı 2 qat nə deyirlər buna? Superfosfat. Gübrə deyirlər. Gübrə. Deməli, burada bizə deyir ki, MrY yazıram. Y-in emeri nədir uşaqlar? Kalsium, dihidro, ortofosfat, 2 qat superfosfatdan çıxmaq lazımdır. Bu MrY-dən çıxır o MrX-in nəyin fərqi? XH3 nədir burada? PO4. Tərəf-tərəfə çıxanda hidrogen burada 4 dənədir. Kalsium qalacaq. Tərəf-tərəfə çıxanda neçə dənə kalsium qaldı? 1 dənə. PO4 2 dənədir. 2 dənənin birin gedəcək. Burada PO4 bir dənə qalır. Hidrogen də 4 dənədir uşaqlar. 4 dənədən 3-ü gedəndən sonra 4 dənə hidrogen var idi. 2-ni vurdum 2-yə. Ondan da 3 hidrogen çıxıram. 1 dənə hidrogen qaldı. PO4 qrup halında 2-dədir. 1 dənə PO4 çıxanda PO4-ün biri qalır. Və alınan maddə qaldı burada kalsium hidro ortofosfat. Və deyir, fərqindir müəyyən eləyin. Kalsiumun ayrı neçədir? 40. Ortofosfatdan da 98-dən 2 çıxanda 96. O da eləyəcək 96 üstə gəlmək 40 bərabərdir 100 neçə eləyəcək 36. Emir fərqi neçəyə bərabərdir? 136-ya. Bilmirəm, indi burada səliqəsiz oldu biraz. İndi 50 neçənci suala baxır uşaqlar? 4. 54-də yazıb alkan nisbi molekul kütləsi A-dır, doymuş aldehid A-dır və doymuş ketonda A-dır. Molekulunda karbon atomların sayı X, Y, Z-dir. Ketonun reduksiya məhsulu butanol 2-dir. Keton reduksiya nə ilə olunur? Baxın, butanol 2 necə yazılır? 1, 2, 3, 4, ol neçəncədədir? İkincidə. CH3, H, H2, bu da H3. Yəni, keton reduksiya olunandan sonra butanol, bu maddənin adı nə oldu? Butanol. Ol neçəncədədir? İkincidə. Yəni OH-ın birləşdiyi karbonun 2 dənə karbondan əlaqəsi var. Butanol uşaqlar 2 alınır ketondan. Ketonunda 4 dənə karbon olub, dəyişiklik neçənci karbonda gedib? İkinci. Onda keton belə olub uşaqlar. İkincidə karbonil qrupu olub.
Baxın 1, 2, 3, 4 də karbon olub. CH3 1, 2, 3, 4. Bura H2 yazır o 4 valent olmaq üçün. Burada H3. Bu maddə olub butanon 2. Və yaxud sadəcə olaraq butanon deyirlər. Butan 10. Ketonların sonu nə şəkilçinə qutarır? 10-la. Karbonil qrupu neçənci karbondadır? 2-cidə. Ümumiyyətlə butanon yazırlar. 2 yazmağa ehtiyac yoxdur. Çünki karbonil digərində də olsa, 3-də də olsa nömrələmə yenə buradan gedəcək. Baxın olacaq 1, 2. Reduksiya nə ilə eləyirlər uşaqlar? Hidrogenlə. Hidrogen reduksiya nədir burada? Edicidir. Temperatur və nədə gedir? Katalizatorda. Bu pi qırılır. Hidrogenin biri bura birləşir. Biri də bura. Əmələ gəlir bu spirt. Baxın hidrogenin biri bura birləşir. Biri də bura birləşir. Bu spirt əmələ gəlir. Deməli burada pi qırılır. Hidrogenin biri ikinci karbonu, pi-ni yaradan pp elektron. Bu öz elektron götürüb. Bu da öz elektronunu. Hidrogenin biri bura birləşir. Biri də bura. Alınan maddə olur. Baxın bunun cavabından çıxan maddə butanol neçədir? 2. Ketonların ümumi formulu necə edir uşaqlar? CnH2nO-dur və burada n bərabərdir 4-dür. Karbonun sayı neçədir? 4. Ümumiyyətlə ketonlar n bərabərdir 3-dən başlayır. 4 ketonların ikinci nümayəndəsidir. Neçənci nümayəndəsidir? Baxın, ikinci nümayəndəsidir. Karbon 4 dənə, hidrogen 8 dənə, oksigen də 1 dənə. Bu oldu keton. İndi emeri bunların üçündə emerinə bərabər olan biri doymuş aldehiddir. Ketonlarla aldehidlərin emerləri bərabər olmalıdır. Çünki onlar sinif arası nədir? İzomerdir. Əgər onların emeri, hər ikisinin emeri, bunda emeri A-dır, bunda emeri A-dırsa, onda aldehid də C4H8O olacaq. Yəni ketonlarla aldehidlərin ümumi formulu eynidir. Sadəcə olaraq ketonlar n bərabərdir 3-dən başlayır. Amma aldehidlər bu düsturda, CnH2nO düsturunda n bərabərdir 1-dən başlayır. Aydındır. İndi bizə burada nə soruşur? Bizə deyir ki, X, Y, Z deyir ki, homoloji sırada X molekulunda karbon atomlarının sayı müəyyən edir. Yəni burada sıra da soruşmur. Karbon atomunun nəyini tapın deyir? Sayın. Mən elə bilirəm deyir homoloji sıra. Pozduz ki buna. Deməli burada oldu C4H8O, bu oldu keton. Ketonların ümumi formulu CnH2nO-dur. N bərabərdir 3-dən başlayır. Ketonlarla aldehidlər nə arası izomerdir? Sinif arası izomerdir. Aldehidlərə də belə bir düstur yazır. Aldehid. Onlarda isə bu düsturda n bərabərdir neçədən başlayır? 1-dən. İndi ketonla aldehid sinif arası izomer nə vaxt olur? Emerləri nə olanda? Bərabər olanda. İkisinin də emeri A-dır. Bunda emeri A-dırsa, onda karbon atomları, hidrogen və oksigenin sayı nədir? Bərabərdir. Onda burada X maddəsi, Y maddəsi nə oldu? C4H8O aldehid. Z maddəsi oldu yenə C4H8O. Yenə də bu nədir? Keton. Z nə oldu? Keton. Bu oldu aldehid. Və bir də alkanın emeri A-ya bərabərdir. Bunların emerini tapaq. Bərabər ilə alkanın emerindən. C4H8O 12. Burada da 1, 16. O da bərabərdir. 12 4-ə 48 üstə gəlmək 8, üstə gəlmək 16. O da bərabərdir 48-in üstə 8, 56. Orada da 16. Neçə oldu bu? 72. Alkanın emeri nə qədərdir? 14-in. Alkanın düsturunda 14-in plus 2 alkanın emeridir. Alkanın emeri neçəyə bərabərdir? 72-yə. Karbonun sayını tapmalıyıq. O emeri bildiniz də hardan tapdıq uşaqlar? CnH2n plus 2 idi. 12 vurduq yenə 12-in. Biri də vurduq indeksinə. İndi buradan da 14-in bərabərdir 70-ə. N də bərabərdir 5-ə. Deməli, alkanda karbon X-in qiyməti neçə oldu? 5. Neçə oldu burada X-in qiyməti? 5 oldu. X-in qiyməti oldu 5. Sonra Y qiyməti 4 və Z-in qiyməti neçə oldu? 4. Bu oldu alkan C5H12 pentan. Sonra bu C4H8O butan nə oldu bu? Butan aldehiddir. Sonra digəri isə aldehidlərin C4H8O butan 10. Ketonların axırı nə şəkilçinə oldu? Butan 10. Ketondur. Bu da pentandır. Bizə deyir ki, burada karbonun sayı müqayisə edin.
X böyükdür Y-dən. Y-də, cəmin deyir. O zaman X plus Y, burada bu lazımdır. X plus Y plus Z. 5 üstə gəlmək 4, üstə gəlmək 4. O da bərabərdir. Neçə eləyəcək? 13. Atomun cəmi neçə oldu? 13. Hansı atomların sayını soruşur? Karbon atomların sayı. Digər suala baxırıq.